müəllimlər, yadınıza saxlayın, fiziki tərbiyə dərslərinin formaları. Yəni, fiziki tərbiyə dərsi yadınıza saxlayın ki, 3 formada həyata keçirilir. Birinci forma, ikinci forma və üçüncü forma. Birinci forma frontaldır, frontal. İkinci forma qrupdur. Üçüncü forma fərdidir. Üçüncü forma fərdidir. Və bu fiziki tərbiyə 3 yerə, yəni 3 forma üzrə həyata keçirilir. Gəlin başlayaq nədən? Bu qısa dərsdən anatomiya. Dərsin birinci frontal formasından, yəni frontal hissəsindən. Deyir ki, motivasiyanın formalaşdırılması, motivin formalaşdırılması, informasiya təminatı, sıra və ümumi inkişaf hərəkətlərinin icrası üçün əlverişli vasitədir. Dərsin giriş hissəsində, yəni 3-5 dəqiqə hissəsindən gedir söhbət. Bir də tamamlayıcı hissəsində istifadə olunur. Yenə də 3-5 dəqiqəsindən gedir söhbət. Aydındır, dərsimizin 2 hissəsində keçirilir. Bir, giriş hissəsində keçirilir. Bir də harada keçirilir? Bir də keçirilir tamamlayıcı hissəsində. Aydındır, tamamlayıcı hissəsində həyata keçirilir. Bu nə oldu? Bu oldu dərsimizin frontal hissəsi. Gəlin indi qrup hissəsinə baxaq. Qrup formasına daha doğrusu. Qrup formasına baxaq. Deyir ki, qrup forması irəliləmələr zamanı ümumi inkişaf və hazırlayıcı hərəkətlərin icrası üçün əlverişli üsul kimi istifadə olunur. Daha çox hazırlayıcı və əsas hissədə təşkil olunur. Daha çox yadınıza saxlayın, dərsimizin qrup hissəsi, yəni qrup formasında dərsimiz harada keçirilir? Qrup formasında dərsimiz keçirilir dərsimizin hazırlayıcı bir də əsas hissəsində. Yəni şagirdlərimizin daha çox qrup formasında neydi? Olan bir formasıdır, hissələridir. Aydındır. Sonra gedirik nəyə? Deyir ki, dərsin fərdi forması. Fərdi forması nədir görün? Dərsin fərdi forması, dərsin gediş prosesində ayrı-ayrı şagirdlərə verilən müxtəlif tapşırıqlar, ev tapşırıqları xüsusi qruplara aid olan şagirdlərin iş zamanı istifadə olunur. Yəni bu nə deməkdir? Dərsdə, yəni şagirdlə fərdi formada. Məsələn, görürsən, məktəbdə, sinifdə hər hansı bir şagirddə o biri şagirdlərə nisbətən nə var? O biri şagirdlərə nisbətən bu şagirddə biraz ləngimə var. Şagird görürsən ki, hər hansı bir işi yerinə yetirəndə ləngiyir. Və yaxud da ki, çətinlik çəkir. Düzdür? Bu zaman nə olur? Həmin şagirdə sən məcbursan neyniyəsən? Həmin şagirdə məcbursan fərdi formada yaxınlaşasan. Aydındır? Fərdi formada yaxınlaşasan ki, həmin şagirdi digər şagirdlərdən neynəməyəsən? Qoymayasən, geri qala. Aydın oldu? Qoymayasan, geri qalsın və həmin şagirdlərə də gətirib çatdıra biləsən. Aydındır müəllim. Sonra deyir ki, müəllim şagirdlərin önündə ümumi inkişaf hərəkətlərini göstərərkən güclü qaydasının yaranması və pozulması halları. Deyir ki, müəllim sağ tərəfə sağa əyilirsə, şagird də sola əyiləcək. Yəni, müəllim sağa əyiləndə, şagird də hara əyilməlidir? Təbii ki, sola əyilməlidir. Müəllim özünün sağına əyilir, şagird də özünün soluna əyilir. Və bu zaman güclü qaydası neyini yiyir?
Bu zaman güzcü qaydası yaranır. Yox, əgər müəllim sağa, müəllim sola, üzr istəyirəm, müəllim sola, şagird sağa əyilərkən neyinir? Məsələn, müəllim əyildi sol tərəfə, özünün soluna. Şagird də əyildi özünün sağına. Bu zaman neyinir? Bu zaman da güzcü qaydası təşkil edilir. Çünki bir-birinin tərs mütənasib, yəni bir-birinin əksinə əyilən zaman güzcü qaydası yaranır. Amma yox, müəllim sağa əyilən zaman, şagird də özünün sağına əyilirsə, bu zaman nə olacaq? Bu zaman avtomatik güzcü qaydası pozulmuş hesab olmaz. Aydındır, müəllimlər.